Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün mən sizə qadınlarda hormonal pozğunluq haqqında məlumat vermək istəyirəm. Birinci əlaməti aybaşının başlanan dövrlə gələn aybaşının başlanan dövr arasındakı məsafənin 21 gündən az, 35 gündən çox olmasıdır. Əgər sizdə belə bir problem varsa, mütləq ginekoloqa müraciət edin. Səbəb prolaktin artıqlığı, tiroid vəzdə olan hipotireoz və hipertireoz, mədə-altı vəzdə olan problem və böyrəküstü vəzdə olan problem ola bilər. İkincisi, birdən-birə çəkiniz artıbsa, bu da hormonal dəyişikliyin göstəricisidir. Bu da insulin rezistentliyinin nəticəsində əmələ gələ bilər. Mütləq həkimə müraciət edin. Üçüncüsü, birdən-birə tüklənmənin olması. Testosteron hormonunun ya nisbi, ya faktiki artıqlığı nəticəsində ola bilər. Eyni zamanda üzdə sivilcənin olması, səpkilərin olması yenə də testosteron hormonunun artıqlığı nəticəsində ola bilər. Bəzən qadınlar deyirlər ki, doktor, bizdə cinsi həvəs azalıb. Bu əksinə testosteron hormonunun azalması nəticəsində ola bilər. Bunun da müalicəsi var. Bəzi qadınlarda menstruasiyadan qabaq əhvalın pozğunluğu olur. Bu da progesteron hormonunun azlığına bir işarədir. Bəzi qadınlarda isə süd vəzlərində ağrılar olur. Süd vəzlərindən süd ifrazı olunur və bu da onlara narahatçılıq verir, ağırlıq hiss eləyirlər. Ona görə, əziz qadınlar, sizdə belə bir problem varsa, prolaktin artıqlığından şübhələnməlisiniz və mütləq həkimə müraciət eləməlisiniz. Həkimlər sizə lazım olan analizi verdirdikdən sonra müalicəyə başlayacaqlar. Diqqətinizə görə çox sağ olun.